Deputat Fəzail Ağamalıyevin qızı Günay Ağamalıyev paylaşım eləyir, bilməm, mətni kimə verir, bütün sosial şəbəkədə ondan danışılan. Günay Ağamalıyev deyir ki, atam deyir ki, otellərdə qalma. Ramiz Mehdiyev otellərin çoxusuna kamera qoydurur, deputat qadına intim videosunu çəkib şantaj edir. Neçə deputatın da ailəsini dağıdır. Bəs yaxşı, Günay Ağamalıyev, bunu əvvəl niyə demirdin ki? Aparatda olan vaxtı, Ramiz Mehdiyev aparatda olan vaxtı niyə demirdin ki? Deyir, Ramiz Mehdiyev tutulan kimi Milli Məclisdə birinci əli xanım deputatlar deyir, sevinir. Niyə sevinsin ki? Nə zibil işlər var ki, Ramiz Mehdiyev tutulan kimi sevinirlər? Hə? Hər öz işinə məşğul olsa daha gözəl olar. Kim kimdir, nədir, hamı görür, xalqın göz tərəzisi olur. İndi Rasim Balayev oradan çıxır, danışır. O birisi oradan, Vasif Talıbovu bir haqqında danışırlar, tutulan kimi. İndi Ramiz Mehdiyev, sabah başqası, birisi günə digər başqası. Bunu çalışan vaxtı deyin də. Demirsinizsə, həbs olandan sonra da danışmayın da. Başa düşdü. Əgər mən danışmıramsa, kim tutulur tutulsun, tutulandan sonra da danışmayacam. Başınızı sağlıqda öz işinizlə məşğul olsaq, öz ailəmizə baxsaq, öz ailəmizlə günü danışsın, mehribanlıq keçirsəz, daha gözəl olar. Birisi ki, bəzi deputatlar var ki, niyə sevinir ki onun həbsinə? Zahid Oruç demişkən, bəzi deputatlara atalıq edirdi. Zahid Oruç da deyir ki, mən cənab prezidentdən üzr istəyirəm, Ramiz Mehdiyevə atam demişəm. Neysə, hər öz işinə məşğul olsa daha gözəl olar. Onsuz da vətənimiz gözəldir, dövlətimiz də, millətimiz də, hamı mehribandır. Ehtiyac yoxdur dava qırğına.